Bugün pasiyentimizin 26 yaşımız var da düzdürmü? 26 yaşı var. Uşaqlıq boynunda erozif sahəsi var. Kolposkopi olundu və pap smear müayinəsi olundu və bundan sonra uşaqlıq boynunun eroziyasının lazerlə aradan qaldırılmasına qərar verdik və bugün hazırlayırıq. Heç bir ağrımız olmayacaq. Uşaqlıq boynu eroziyasının ümumiyyətlə lazer üsulu ilə aradan qaldırılması, yəni ağrısız bir prosedurdur. Bir də bunu vurğulayayım ki, bu prosedurdan sonra uşaqlıq boynunda, yəni izi belə, çapaq izi belə qoymur, yəni lazer proseduru.